Salam əziz dostlar, necəsiniz? Teleseri 26-nın yeni bir videosu ilə qarşınızdayım əziz dostlar. Vəsailərə görə Qarabağ komandasının 2025-2026 sezon loqo və formalarını necə endirilməyi olar, onu sizlərə göstərəcəm və hal-hazırda onu da göstərim ki, məndə də loqo və formalarını silmişəm, sırf sizlərə göstərmək üçün. Və vaxtı demədən keçid alaq əsas mərhələyə. Deməli, əziz dostlar, burada Chrome və yaxud da ki, Google-ya daxil oluruq, yəni fərq eləməz, ikisindən birinə daxil oluruq. Daxil olduqdan sonra axtarış bölməsinə məhz bir dəqiqə, bunu TLS Kids URL Qarabağ yazırıq və axtarış edirik. Axtarış etdikdən sonra qarşımıza çıxan İkinci səhifə blogger.com-a daxil oluruq. Daxil olduqdan sonra Qarabağ komandasının 2025 və 2026 sezon formaları və loqosu ekrana gəlir. Və bunları necə indirmək olar, onu sizə göstərəcəm. Loqonu altındakı link üzərinə basırıq. Basdıqdan sonra link mətnini kopyalanın və yaxud da link ünvanını kopyalanın, fərq eləməz, ikisindən birinə vururuq, kopyalandı və dərhal oyuna keçid alırıq. Və özəl loqo, yəni hansı ki loqonun altında olan sol qismində olan özəl loqo var, onu tıklayırıq. Səhv etmirəmsə, əziz dostlar, 350 elmasa açmışam mən həmin o özəl loqo olan yeri və artıq loqonun linki hazırdır. Üzərinə vururuq, başarılı və bu da loqomuz. Eləcə də formalara da elə daxil oluruq. Formanın altındakı link üzərinə tıklayırıq, yəni basılı saxlayırıq, yenə kopyalayırıq əvvəlki kimi. Kopyaladıqdan sonra yenə də oyuna daxil oluruq. Oyuna daxil olduqdan sonra özəl forma, yəni bayaqki kimi edirik bunu. Üzərinə tıklayırıq, paste üzərinə vururuq, link gəldi, onayla, başarılı. Formamız hazırdır, xeyirli uğurlu olsun. Necə də digər formalarda da elə edirik. İkinci forma. İkinci formanı görəcəyik aşağıya. Link üzərinə basırıq, kopyalayırıq. Kopyaladıqdan sonra yenə oyuna daxil oluruq. Daha gəldi. Başarılı, tamamdır. Və üçüncü formada ağ forması. Yenə linkin üzərindən basılı saxlayırıq, kopyalayırıq və daxil oluruq oyunumuza və burada linkin kopyalayırıq. Kopyaladıqdan sonra formanı endiririk və salam. Yəni bu şəkildə edirik və amma onu da qeyd edim ki, əziz dostlar, yəni səhv etmirəmsə 350 elmas ödəmişəm bu linklərin açılmasına, səhv eləmirəmsə. Belə videom bura qədər. Əgər hər hansısa bir nəsə sualınız olarsa yorumlarda yazın. Hələlik.